Bəzən xəstələrim soruşur: "Doktor, mən özümü yaxşı hiss edirəm. Niyə yenidən kontrol müayinəyə gəlməliyəm?" Niyə pasiyentlərimizi bəlli aralıqlarla, bəzən bir neçə həftə, bəzən bir neçə ay, bəzən də bir neçə il sonra kontrol müayinələrə çağırırıq? Birinci, xəstəliyin gedişatını izləmək üçün. Bəzi xəstəliklər hiss olunmadan irəliləyə bilər. Məsələn, şəkərli diabet gizli fəsadlar yarada bilər. Kontrol müayinələr sayəsində biz bu dəyişiklikləri erkən aşkar edirik və ağırlaşmaların inkişafının qarşısını ala bilirik. İkinci, dərmanların təsirini və əlavə təsirini qiymətləndirmək üçün. Belə ki, eyni dərman, eyni xəstəlikdə müxtəlif pasiyentlərdə fərqli təsir göstərə bilir. Eyni dərman bir xəstəyə əlavə təsir verdiyi halda digər pasiyentə vermir və bunu həkim adətən öncədən görə bilmir. Amma müntəzəm müayinələr dərmanın sizə uyğunluğunu yoxlamağa və lazım gələrsə dozunu dəyişməyə və hətta dərmanı dəyişməyə imkan verir. Üçüncüsü, qoyduğumuz, düşündüyümüz və ya şübhələndiyimiz hər hansı bir diaqnozu təsdiqləmək üçün kontrol müayinələrə ehtiyac olur. Və sonuncu, profilaktika və həyat tərzi dəstəyi üçün. Belə ki, kontrol görüşlərində təkcə analizlərə baxmırıq. Sizin həyat tərziniz, qidalanmanız, fiziki aktivliyiniz və gündəlik vərdişləriniz barədə də danışırıq. Çünki bu dəyişikliklər müalicə uğurunu bir neçə dəfə artırmış olur.